Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün dərslərimizin növbəti hissəsini çəkirik. Nəzərinizə çatdırmaq istərdim ki, bu dərs əslində çəkilmişdi. Sadəcə olaraq video montaj hissəsində bizə məlum oldu ki, bu hissələrdə müəyyən problemlər var. Ona görə biz məcburiyyət qarşısında dərsi yenidən keçirik və burada məcburiyyət dediyimiz odur ki, bəzi videolar artıq çəkilib. Biz sadəcə olaraq onları sizə yenidən göstərməliyik ki, siz həmən hissəni də tam görmüş olasınız. Biz dedik ki, domenimizi online.az-dan aldıq. Eyni zamanda hosting almalıyıq. Hostingi də mən məsləhət görürdüm yeni başlayanlar üçün hostingerdən alsınlar. Həm qiymətlər münasibdir, həm də ki, istifadəsi daha asandır. Burada biz hosting almaq istəyiriksə, hostingerə daxil olub, daxil olarkən ingilis dilində də ola bilər. Bu hissədən dili türkçəyə qoysunuz. Və bu hissədən qiymətlər və xidmətlər hissəsi vardır. Misal üçün, siz nə almaq istəyirsiniz? Biz misal üçün web hosting almaq istəyirik. Və aşağıda web hostingin qiymətləri görsənir. Demək olar ki, istədiyiniz bir planı seçə bilərsiniz. Buradakı qiymətlər biraz baha olacaq. Çünki buradakı görsənən qiymətlər 48 ay ödəniş edəcəyiniz təqdirdə, yəni öncədən 48 ayın 4 ilin ödəniş edəcəyiniz təqdirdə bu qiymətə olur. Plan seç deyirik. Plan seçdikdən sonra gördüyünüz kimi 48 aydır. Daha sonra siz bunu istədiyiniz aylara uyğun edib həmin aylara uyğun qiymətləri görürsünüz və davam et deyərək siz ya istifadəçi adı yaradırsınız və yaxud da Gmail ilə qeydiyyatdan keçirsiniz. Dediyim kimi artıq biz hostingi əldə etmişik və ona görə mən bu hissədən geri qayıdıram və hesabım hissəsinə daxil olaraq Gmail ilə giriş edirəm. Bu hissədən mən daha öncə qeydiyyatdan keçdiyimə və hosting aldığıma görə bu hissəyə daxil oluram. Gördüyünüz kimi bizi hostingerin admin paneli qarşılayır. Və bu hissədən biz hosting aldıqdan sonra, əlbəttə ki, məndə burada 6 sayt var, sizdə bir sayt görsənəcəkdir. Daxil olsunuz və buradan yönət hissəsinə daxil olsunuz. Buradan mən aidiyyatı saytı seçirəm. Aidiyyatı saytı seçdikdən sonra buradakı alan adı, yəni türkçə bizim istifadə etdiyimiz termin olaraq domen hissəsinə daxil oluruq. Və gördüyünüz kimi bir neçə məndə saytlar çoxdur, sizdə sadəcə bir ədəd olacaqdır. Və buradan rəhbəri incələ hissəsinə ok verdikdə sizin üçün DNS adresləri verir. Siz daxil olmalısınız online aza, domeni sifariş verdikdən sonra hesabın bölməsinə daxil olmalısınız. Və hesabın bölməsindən uyğun domenin üzərinə gələrək bu hissədən sizə verilən, hansı ki bu hissədə birinci və ikinci DNS ünvanlarını bu hissəyə qeyd edib saxlanıt verməlisiniz. Və bu bir gün ərzində, bir günə, yəni 24 saata kimi hostinginizlə domeniniz əlaqələnmiş olur. Növbəti mərhələdə biz geri qayıdaraq bu hissəni bağlayırıq. Və nəzərə alın ki, biz belə nəzərə tuturuq ki, siz artıq bunu əlaqələndirdiniz və saytınızla hostinginiz bir-biri ilə əlaqələndi. Siz sayta daxil olana daha öncə növbəti videolarda görəcəksiniz. İndeks gəlir, yəni sadə bir indeks. Siz bilirsiniz ki, artıq oradan sayta daxil olanda bir səhifə görsənir. Bu o deməkdir ki, sizin saytınızla, domeninizlə hostinginiz əlaqələndirilib. Sayt yönət hissəsinə daxil olduq və bizə lazım olur ki, onlayn satış edəcəyimiz platformanı quraq. Yəni vitrinimizi quraşdıraq, dizaynımızı quraşdıraq, bu formada fəaliyyətimizi həyata keçirək. Burada gördüyünüz kimi WordPress-ə baxış hissəsi var. Bu ancaq sizdə olacaq. Hər hansı bir quraşdırma etmədiyinizə görə avtomatik qurulum deyə bir hissə olacaq. Artıq biz quraşdırdığımıza görə saytda sadəcə olaraq yenidən sizə göstərmək üçün buradan sol hissədə olan menyudan web sayt hissəsinə daxil oluruq və avtomatik qurulum seçirik. Sizdə hansı ki yuxarı hissədə olacaqdır və buradan gördüyünüz kimi artıq biz quraşdırma etmişik və nümunə quraşdırma göstərmək üçün WooCommerce-ni seçirik. Sayt başlığını soruşur. Adminin, yəni bu saytın rəhbəri olacaq şəxsin əsas bütün hüquqi vəzifələrin onun üzərində aktiv olan, belə deyək, bütün yetkilərin aktiv olduğu profil hansı olacaqsa onun Gmailini istəyir sizdən və yaxud da başqa bir mail ola bilər. Həmən maili daxil edirsiniz.
adminin istifadəçi adını daxil edirsiniz və admin panel şifrəsi təyin edirsiniz. Bu sizin üçün saytda, onlayn mağazanızda sifarişləri görmək, məhsullar yerləşdirmək və s. üçün lazım olan panelə daxil olmaq üçündür. Hostingerin admin paneli, yəni idarəetmə paneli ayrıdır. Sizin quraşdıracağınız saytın idarəetmə paneli ayrıdır. Bunları bir-biri ilə qarışdırmayaq və şifrə daxil edirik. Şifrə daxil edərkən bu hissəyə diqqət yetirmənizi xahiş edirəm ki, şifrənizdə ən azı bir rəqəm, bir kiçik hərf, bir böyük hərf, 8-dən çox simvol olmalıdır və eyni zamanda bir simvol olmalıdır. Yəni burada simvol dediyimiz ulduz işarəsi ola bilər, ət işarəsi ola bilər və s. Bu hissədən davam et verəcəksiniz siz növbəti addımda. Biz isə sadəcə həmin hissəni quraşdırdığımıza görə, yəni artıq saytımızı quraşdırdığımıza görə videonu təkrar çəkdiyimiz üçün bu hissəyə mən sadəcə olaraq bir dənə qovluq adı yazıram və davam et deyirəm. Gördüyünüz kimi növbəti mərhələdə bizdə burada hansı versiyanı yükləməyimizi soruşur. Sonuncu versiyanı seçirik. Admin panel dili hansı olsun onu soruşur. Burada Azərbaycan dili yoxdur. Lakin biz saytı quraşdırdıqdan sonra saytın admin hissəsindən, idarəetmə hissəsindən saytı onlayn platformanı, yəni mağazanın əsas platformasını Azərbaycan dilinə çevirə bilirik. Hal-hazırda buradan türk dilini seçirik və PHP versiyası olduğu kimi qalır və qur deyirik. Və bir müddət gözlədikdən sonra artıq bizim qurulumumuz tamamlanır. Bu hissədən WordPress admin deyərək birbaşa Hostingerdən birbaşa admin panelimizə də keçidə bilirik və yaxud da ki, daxil olub admin linkini mən sizə göstərəcəyəm. Oradan da adminin istifadəçi adı və yaxud mail ünvanı və şifrəni qeyd etməklə daxil ola bilərsiniz. Burada hal-hazırda WordPress admin deyərək daxil oluruq. Gördüyünüz kimi biz buradan WordPress adminə daxil olduq. Lakin burada hal-hazırda bizi bundan öncə quraşdırdığımız, yəni dediyim kimi video təkrar çəkilir. İlk öncə quraşdırdığımız saytın admin panelinə yönəltdi. Mən videonu saxlayaraq hal-hazırda yaratdığımız hissənin admin panelinə keçirəm və sizə eyni zamanda necə admin panelə daxil olmaq olar, Hostingerə girmədən onu göstərmiş olacağım. Deməli dostlar, biz sayt adı bu hissədir. Sayta normal daxil olmaq istədikdə bu hissəyə daxil oluruq və biz hal-hazırda təkrar çəkiliş etdiyimiz üçün test qovluğuna, saytın içində test qovluğuna biz saytı qurduq. Gördüyünüz kimi ilk dəfə siz qurulum etdikdə belə bir forma gələcək. Daha sonra biz daxil oluruq admin panelə. Admin panelə daxil olmaq üçün slash işarəsindən sonra vp-admin yazırıq və enter veririk. Gördüyünüz kimi burada istifadəçi adı və parol gəlir. Əslində bu sizdə gəlməyəcək. Mən daha öncə girib qeydiyyatda saxlamışam. Admin panel adını və parolu daxil edib daxil oluruq. Şifrədə mən unutdum. Son şifrədə başqa bir simvol seçmişəm. Ona görə yenidən daxil olma verirəm. Gördüyünüz kimi bizi saytımızın, hansı ki bizim onlayn mağazanın admin paneli qarşılayır. Və gördüyünüz kimi bu hissə türkçədir. Bizə ilk öncə lazımdır bu hissəni Azərbaycan dili edək. Bundan ötürü daxil oluruq ayarlar hissəsinə. Ayarlar hissəsindən saytın dilini Azərbaycan dili edirik və saat rejimini Bakı vaxtına uyğun olaraq 4+ edirik. +4 yəni. Buradan isə tarix formatını seçə bilərik. Hansı tarix formatından istifadə etmək istəyirik. Biz bu tarix formatından istifadə etmək istəyirik. Tarix formatı necə olsun bizim üçün bu kifayətdir. Və həftənin başlanğıc günü hansıdır? Bazar ertəsi. Digər hissələri isə hal-hazırda qurdalamırıq və dəyişiklikləri qeyd et deyirik. Gördüyünüz kimi artıq saytımızın dili Azərbaycan dilinə tərcümə olundu. Bizim saytımız hal-hazırda bu formada boş görsənir. Biz bu hissəyə dizayn yükləməliyik və mağazamızı ona uyğunlaşdırmalıyıq. Özümüzə uyğun olan dəyişiklikləri etməliyik. Və eyni zamanda mənim daha öncə göstərdiyim, lakin düşünürəm ki, eyni videonun içində olduğu üçün görsənməyib,
bizə lazımdır ki, dizayn yükləmək. Dizayn yüklədikdən sonra həmən dizaynı tərcümə etmək. Ümumiyyətcə bəzi dizaynlar, yəni WordPress-də, WooCommerce-də istifadə olunan əlavələr olsun, istərsə də dizaynlar olsun, çoxunun Azərbaycan dili yoxdur. Lakin biz bunu əlavə proqram vasitəsilə avtomatik şəkildə tərcümə edə bilirik. Bunun üçün biz daxil oluruq qoşmalara. Qoşmalar hissəsindən add plugin deyirik və bu hissəyə loco translate deyə yazıb axtarış edirik. Gördüyünüz kimi burada quraşdıra biləcəyimiz əlavə qoşmalar var. Biz buradan gördüyünüz bu qoşmanı install edirik. Ümumiyyətcə sayt və digər qoşmaların, dizaynların tərcüməsi üçün bir neçə proqram əlavə qoşma olsa da ən uyğunu bizim üçün budur. Biz daha sonra bunu Google-un IP-ləri ilə uyğunlaşdırıb avtomatik tərcümə edə biləcəyik. Aktiv deyirik və bu hissədən gördüyünüz kimi qoşmalar hissəsində aktiv olur və bu hissədə bizim üçün görsənir. İndi isə biz daxil olaq hər hansı bir tərcümə variantına. Tutaq ki, biz daxil oluruq Home-a və burada bizə yüklənmiş olan hal-hazırda tema adını və digər qoşmaları göstərir. Tutaq ki, biz Hostinger AI, yəni Hostingerin özünün süni intellekti var, bundan istifadə edə bilirik biz. Onun üzərinə daxil oluruq və gördüyünüz kimi burada tərcümə olunduğu dilləri göstərir. Və biz buradan yeni dil əlavə et deyib Azərbaycan dilini seçsək və Start Translating desək, gördüyünüz kimi burada ingiliscə adlar gəlir. Biz onun hər birinin üzərinə seçməklə aşağıda bu hissədə əllə bir-bir qeyd etməliyik. Lakin bunun da həlli yolu var. Biz bunu bu qoşmanın verdiyi bir fürsət olaraq Google-un IP-ləri ilə əlaqələndirib avtomatik tərcümə həyata keçirə bilərik. Gördüyünüz kimi burada avtomatik tərcümə hissəsi gələcək, lakin biz hər hansı bir IP daxil etmədiyimizə görə hal-hazırda bu hissə boşdur. Bunun üçün də biz daxil oluruq ayarlar hissəsinə və IP key hissəsinə. Gördüyünüz kimi siz buradakı tərcümələr vasitəsilə, əlbəttə ki, onların IP-ləri olduğu təqdirdə istifadə edə bilərsiniz. Hansı ki, bu hissədə də OpenAI, yəni ChatGPT-nin IP-lərindən istifadə edə bilərik və promptunu daxil edə bilərik. Bizə nə lazımdır? Biz Google Translate-dən ödənişsiz formada istifadə edəcəyik və bu linkə daxil olduqda bizi bu səhifəyə aparır və biz tam yaxşı görmək üçün hansı addımları keçməliyik? Documentation hissəsinə daxil oluruq, yəni dokumentasiya hissəsinə və buradan Google Translate seçdikdə avtomatik olaraq bizə hansı hissələri, mərhələləri keçməli olduğumuzu bir-bir izah eləyir. Biz buradan Azərbaycan dili seçərək tərcümə edə bilərik və gördüyünüz kimi deyir bura gedin və bu linkdə qeydiyyatdan keçin. Tutaq bu linkə getdik və Gmail-iniz varsa siz avtomatik burada qeydiyyatdan keçmiş sayılısınız. Növbəti mərhələdə yeni layihə yaradın deyərək və siz bu hissədə yeni bir layihə yaradın, create verirsiniz. Sadəcə mən yaratmışam deyə indi create vermirəm. Daha sonra isə IP və xidmətlərdən daxil oluruq. Biz burada IP keylər yaradırıq, yəni IP haçarları. Bizdə hal-hazırda IP haçarı var və həmən IP haçarını kopyalayaq. Və IP hasarını kopyaladıqdan sonra gəlib artıq bu hissəyə əlavə edirik və Save Settings deyirik. İndi isə daxil olaq yenidən. Gördüyünüz kimi bayaq Azərbaycan dili əlavə etdik və tərcümə olunmayıb. Edit deyirik və Auto hissəsinə daxil olduqda gördüyünüz kimi burada Google avtomatik tərcümə bizim üçün aktivdir və bu düymələri də aktivləşdirib Translate dedikdə və tərcümə prosesi başlayır. Gördüyünüz kimi artıq qarşısına Azərbaycan dilində tərcümələri də daxil olmuş oldu. Save deyirik və biz növbəti dizaynları, əlavə qoşmaları da bu formada Azərbaycan dilinə tərcümə edə bilərik. Bəzən tərcümələrdə xətalar yaşaya bilirik. Hansı ki, misal üçün WooCommerce-də checkout hissəsi var. Bunu yoxlama kimi qəbul edir. Əslində isə bu WooCommerce-də
ödəniş səhifəsi ödəmə kimi qəbul olunur, lakin tərcümə bunu avtomatik yoxlama sözü olaraq qeyd edir və biz onu daxil olub buradan axtarış verərək, misal üçün, bir üzərinə gəlib aşağı hissədə özümüz uyğun dəyişikliklər edə bilirik. Və bu hissədə artıq save etmişik. Və bu hissəyə əgər siz translate etdikdən sonra save hissəsi gəlmirsə, sinxronizasiya edirsiniz, check verirsiniz. Və bunları da etdikdən sonra əgər sizdə save gəlmirsə, sarı olanların üzərindən hər hansının birinin üzərinə daxil olub sadəcə buradan bu düymələri bir dəfə bassınız, misal, avtomatik görəcəksiniz ki, save hissəsi gəldi və save edərək çıxırsınız. Eyni zamanda biz digər temaları və s. tərcümə edə bilərik. Tutaq ki, bu temanı tərcümə edək. Bu temada sadəcə olaraq dil faylı yoxdur, amma sizin almış olduğunuz temalarda hər zaman dil temaları olur. Yəni bu standart bir tema dizaynıdır. Burada dil faylı yoxdur. Lakin satışda olan, ödənişli olan temalarda mütləq ki, onlar bütün istifadəçilər, qlobalda olan istifadəçilər alsın, tərcümə edə bilsinlər, istifadə edə bilsinlər deyə dil faylları olur. Misal üçün biz başqa bir qoşmanı, gördüyünüz kimi burada avtomatik dil faylı var. Qoşmanı da biz tərcümə edək. Azərbaycan dili seçdik. Buradan hansı qovluqda olmağını məsləhət görür və burada daha məqsədə uyğundur ki, gördüyünüz ikinci sistem papkasını seçəsiniz ki, digər güncəlləmələr, qoşmalara güncəlləmələr gəldikdə dil faylı itməsin. Gördüyünüz kimi. Artıq bizim üçün tərcümə olundu və yoxlanış veririk. Bundan sonra burada tərcümələr baş verib və bu hissədə gördüyünüz kimi bəzi simvollar və işarələr vardır ki, siz onları tərcümə etməməlisiniz. Əgər əllə də tərcümə etsəz, bu hissənin eynisi qalmalıdır ki, funksiyalar düz işləsin. Burada isə avtomatik hər hansı bir düymə basmağa ehtiyac qalmadan save edə bilirik. Və nəzərə almaq lazımdır ki, gördüyünüz kimi biz bu qoşmanı tərcümə etdik. Bəzən ola bilər ki, avtomatik olaraq yeniləmə getməsin. Bu nə ilə əlaqəlidir? Brauzer sizin saytın dilini, şəkilləri və s. öz yaddaşına yükləyib daha sürətli təminat etmək üçün bir müddət ləngidə bilər. Siz yeniləmə etməlisiniz və ya bir gün və s. gözləməlisiniz. Eyni zamanda Hostingerin admin panelinə daxil ola bilərsiniz. Burada olan ön belleği təmizlə deyib yenidən sayta daxil ola bilərsiniz. Son olaraq sizə təkrar qeyd edək dostlar, biz bu videoda hostinglə domeni bir-biri ilə əlaqələndirməyi, Hostingerin admin paneli vasitəsilə saytımıza əsas platforma, Content Manager sistem qurmağı öyrəndik. Növbəti və saytları, dizaynları hansı formada tərcümə etməli olduğumuzu, Google IP-ni hardan əldə edəcəyimizi öyrəndik. Növbəti dərsdə isə biz dizayn yükləyəcəyik və həmən dizayn üzərindən saytımıza belə deyək, bir gözəllik qatacaq və həmən dizaynı tərcümə edəcəyik. Eyni zamanda bizə lazım olan WooCommerce qoşmasını da quraşdırmağı öyrənəcəyik. Diqqətiniz üçün təşəkkürlər, minnətdaram.